Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiniz? İnşallah yaxşısınız, bir şükürlər olsun. Yaxşıyıq. Gəlmişik, bacım gildəyik, balaşqamı yatışdırıram. Deməli, bugünləri xalam qızın ad günüdür. Ora gedirik, restoranda gedirlər bu arada. Ora gedirik, getmişkən də sizə bir vlog çəkim istədim. İndi inşallah birazdan yolda da görüşərik. Əvvəlfəz hazırdır, indi gedirəm Hüseyni giyindirim. Qızım da hazırdır. Gedək, biz də hazırlaşaq, birazdan görüşərik. Bu dəfəki kombinim də belə bir şey. Sadə giyindim, sport giyindim. Birazdan görüşərik. Sakit ol. Mama sesi tatlı. Sesi tatlı. Salam. Salam, salam. Aşağı tarafta Duhan. Səni də çəkeyim. Dedim pişirim apararıq, qoymayıb. Ki evdə 2 dənə tort var. Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Salam aleykum herkese. Bu günləri deməli əvvəlfəzimiz bizim yanımızda yoxdur. Bilirsiniz ki, onsuz da qolu sınıb deyə onu çox çıxarda bilmirik bayıra. Doktor Aybaret. Çünki qolu qorxuruq dəyərlər, eləyərlər. Nəysə də özü də bir dəqiqə dayanmır maşallah ona görə. Bu arada hamımıza Allah razı olsun. Hər bizə təşəkkür edirəm ki, yaxşı əvvəlfəz üçün dualar elədiniz. Allah razı olsun. Allah tez bir zamanda amin şəfasını da versin. Evladın dırnağına değen bir daş insana valideyn ürəyinə dəysə, onu görə bilməsəm var. Düzdür. Olur adam. Ondan əlavə əvvəlfəzdən qabaq biz nələr keçirdiksə bir onu Allah bilir. Allah bir də göstərməsin inşallah. 60 olur baba, 60 qırmaq. Bizdən uşaq şiddəti kimi şey gəlir. Ya biz necə əvvəlfəzin o yerini qoymuşdum, amma səsini sonra aldım bir damcı. Ki, o uşaq şiddəti zadı başa düşər. Yo, həm də insanların ürəyi dözməz axı onu elə ağlamağına görmək. Ona görə qoymamışdım. Mən təsəvvür mən ağlayırdım da, yəni etiraf edirəm. Belə. İndi isə gedirik deməli Sədərəyə. Keçən dəfə bilirsiniz ki, kanına heç nə aldıra bilməmişdim. Bugün də zorla aparıram. İnsan deyirəm ki, birinci dəfədə belə insan görüb ki, özü də paltar almaq hoşuna gəlmir. Çünki bəyənmir, saatlarla gəzir, ona görə də xoşlamır. Hə, canım? Necə? Deyirəm, birinci dəfədə belə adam görürəm ki, özünə paltar almağı sevmir, güclə aparım. İnanın ki, ən acılım gələn şeydir. Ən çox da bilirsiniz nədən? Yavaş. Ən çox da bilirsiniz nədən? O şeydən seçirsən, get tapıram, həm də ki o geyin çıxart, nəyəsə deməsən olsun. Əsas o şey deyil, adam bu bezdirir, valla. Bilmirəm, bəlkə də adam var xoş deyil. Mən misal çox xoş deyirəm, mən nə qədər də olsa giyinib çıxardaram, baxaram. Belə şoping gəzmək, xoş deyil ki, gəzsin, baxsın. Yox, mənim elə şey, çox şey olmur, yoruluram, tez yoruluram. Dəfə ki də şey deyirəm. Ben de teyze. Hüseynin də sabah inşallah vinyetkası var. Gedim Hüseyin üçün də bir şey almalıyam. Keçən dəfə bir dərs almışdım, indi yenə almalıyam. Sabah da yəqin ki, orada da çəkiliş eləyəcək. Hüseyni çəkirəm, səni yox. Piknik də eləyəcəklər inşallah orada. Yəqin ki, orada da biraz çəkiliş eləyərəm azdan çoxdan. İndi gedək inşallah Sədərəyə. Sədərəyə gedirik, bilmirəm dedim, demədim. İndi orada birazdan inşallah çəkiliş eləməyə çalışacağam ki, mütləq çəkiliş eləyim. İndi birazdan orada görüşərik. Benimle prosesler geçmiş bu.
Ne getdi duxu? O nədir? O razmerin. Razmerin. Kuzunda maladası var. Elə model mənli çox alır da. Qaradan yapışmısan. Qara yapışır da. Mən başqa giyinə bir şey. Bir dənə də yəni dəyişəkli qara götürüşü nə ilə istəsən geyinə bilirsən də yaxşıdır. Bu yaxşıdır, uzunluğu zat da yaxşı. Dəyişəkli yaptı. Bu da istəyir. Bir dənə bu burasını. Hazır biraz kəsdirərsən. Nə baxma. Qiymət Baxın, bu şort neçədir qiyməti təzə gələn şort? Bir böyük götürsün elə biləm daha yaxşı. Oradan Qəşəng. yaxşıdır. Qəşəng olur. Böyük oldu mənə. Böyüdəm. Ya böyük deyil, yaxşıdır. Biraz. Bu biraz mer balaca götürsün. Neydi? Bax qaqa. Hansı yaxşı? Qara İstəyir yaxşıdır. əslində. Qəşəngdir. O rəng prosta bilirsən başqa cürə çıxmasın. Geyməyibsən ona görə sənə qərib. Gəl görək Kənan müəllim. Yekədir ha. Bu mən sizə ziyana verdim. Yükü. O 18 manatdır. Mən qazancla Çəkir Hüseyn baxa bilmirəm. Model olaraq aşağısı deyəsən uzundur. Allah cəhər uzun olur. Bezi bucaq Hüseyin. Bunu da kişilir. Üstünə 41 göyünür. Yəqin mala görə də. Yox, parçadır deyə o var. Bundan da 41 verdi. Mama bu atarındır. Onlar razı bir böyük gelir. O olacaq. Kirmə. Yaxşı. Bu olmayacaq bunlara. Baxanda dinləyir. 41-dir də, neçə olmur? 41 deyil. Bu dedi bir dənə var. 41-dir. Onlar tartı kimi. Ay yox, yox. Getmir. Çox böyük olmasın çünki açılmalı zadı vardı orada. Hə. Amma bu abi dirəndi ya. 42 veriyor. Hə. Var biraz. Bu normal ayakkabı kimi değil. O biraz açılmalı nəzərə al. Rahat da biraz sıxsan belə. İpin onsuz sıxacaq. İpin onsuz elə qalmayacaq. Bu Kənanın birinci kombini. Gəlmişik evdə giydirdim onu. Bu ikinci kombinimiz. Dal vardı ya bu. Bilinir bak. Etiketi dalayla. Üçüncü. Kombin. Salam aleykum. Yeni vlogumuza xoş gəlmisiniz. Aleyküm salam. Necəsiz? Nə var, nə yox? Deməli gəlmişik Sumqayıtdayıq. Uşaqları çıxartdıq, biraz əylənsinlər. Deməli kanalımız dirçəlmək üzrədir yavaş-yavaş. Biraz da dəstək olun, artsın, maraqlı videolar gələcək. Çox xahiş edirəm, əziyyətinizi də hava verin öncədən. Təşəkkür edirəm, minnətdaram. Abunə olun, rəy yazın, like edin. Çox xahiş edirəm. Allah əlinizdən razı olsun. Gəlmişik Sumqayıta. Sumqayıtın üst parkında, bulvar tərəfdəyik. Göyərçindən sola. Hə, göyərçindən sola. Ucuzluq. Əbəlfəzgə. 50 qəpiyə, 20 qəpiyə burada şey var, yerləncək var. 20 Gedək, indi orada göstərərik sizə. Ay Əbəlfəz. Hüseynin Veysəbətin gətirmək işi. Maşın bagajı doludur mənim iş şeylərim, Aparatlarla. avadanlıqlarımdan. Hər dəqiqə boşardı, düşürdülər oldu. Boşardı. Ona görə Veysəbət yoxdur. Əşi bu qədər əyləncə şeylər var. Oynayırlar. Əbəlfəzin sualına baxırsan. Bununla hər şey. Öskürək mənə bir tər elədi, valla öskürək məni bir tər elədi. Hamımız öskürürük, hamımız xəstəyik. Birinci Vay, virusu vay, vay. virüsə gətirdi aləm. Hə, mən eləmişəm. Virus saldı bizə. Nə oldu ya? Hara istəyir bu? Gedə ora, fokusa. Getdik. Orada bu böyüklər üçün, o tərəfdə. Ən çox o boyda vuran olub 2926. Uşaqları, böyük adamları. Hə?
Nə olub ki? Nereye maşına? Ağacda yenə qəşəng gül açır. Hadi bu əməlli gedir də sürətlə. Hə? Çok. Hüseyn, vurdun? Nə qədər vurdun? Qiyməti nədir? 2000. 50 qəpik də. Bu məncə bir manat mal. Kimin vurmuştu? Valla 2000 verirsiniz daha çoktu. Biraz çok değil. Telefon özündə də stabilizator var. Çox möhtəşəm telefondur. Çok. Öz çox əsmə yoxdur. Bax gəzirəm, çox əsmə yoxdur. Bu da bax belə bir şeydir. Bu çok süratli. Bu o vaxtı, bunun adı nə idi? Yadımdan çıxıb. Uşaq vaxtı ən çox xoşladığım idi bu. Bir də çarpışan araba deyir Hüseyn. O. Ben en sevdiğim. Yazarsınız da bunun adı nə idi? Nə deyirdilər? Rus dilində bilirdim adını. Yadımdan çıxıb. Yox. Bilmirəm ki. Yo, yəqin belə minirsən. Hə, minək mən də bineyim. Getdim minməyə. Bağla görüm. Şeyini tut o brəlindən. Bağla. Təhlükəsizlik kəməri sen bağlayır. Baba o sürüşəcək ya, bu pis gedir. Uşağı tut. Deyən görə. Şey tut özünü. Sürüşərsən. Bağlanmır. Bax dinən sonra bağlasın sonra. Hə, bağlıdır, bağlıdır. Getdi. Gəl görüm. Hüseyn də belə tutdu. Elə ki iki tərəfli çək. Hanı? Hə? Aa. Telefon düşəcək əlimdə. Valla saxlaya bilmirəm. Miniblər. Hüseyn tək sürür. Əbəlfəzin öz ayağı çata bilmir şeyə. Ona görə pisi sürür. Ay yavaş, ondan bək gedər. Hüseyn dəyişdirdi, deyir xoşuma gəlmir, yavaş gedir. Hamısı elə gedir, görsən hamısı elə gedir. Gəlmişkən deyim, çıxdılar, 1 manat idi. Çox sakitdir bu Sumqa, lakin heç kim yoxdur, hər şeydə var, bütün aktraksiyonlar var. Bir də ki, belə bir şey var orada, bunun qiymətini bilmirəm. Yox, işləmir, o bağlıdır, Hüseyn. Getdik. Uzun bir yerdir. Valla Bakı bulvarına gelməkdənsə çox qarışıqlıqdır, növbə falan çox olur. Yəni ondan sonra bura gəlmək daha məsləhətdir. Bir də bir şey qeyd edeyim ki, burada da restoran var oturmağa. Amma bir dənə də şeyim ki, bax, məsələn üçün maşınlara məsələn üçün bir yerdə oturmayın. Elə yer var 2 manatdır, elə yer var 1 manatdır, 3 dəqiqəsidir, yoxsa 5 dəqiqəsidir. Onun 1 manatı da var hətta. Yəni burada hərə bir qiymətdir. Ancaq o birisi aktraksiyonlar eynidir qiymətləri. Burada belə bir oyun var. Bu 1 manatdır. 5 dəqiqəsi 1 manat var. O tərəfdə 10 dəqiqəsini 2 manata dedilər. Biz uşaqları salmadıq. Dedik 5 dəqiqəyə 1 manat girsinlər, bir də olmaz. Bax burada amma var 5 dəqiqəsi 1 manat. At. Mənə bax Gül, belə tut, Gül. Sür.
Sür, döndər, belə dönəcək. Sür. Hə, elə, döndər. 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 Sür. Hüseyin, mənə bax, şəklimi çəkim. Sür get, Əbəlfəz, sür get. Sür, basma. Basma, sür. Bura darısı qaldı deyə Əbəlfəz sürə bilmir. O tərəfdə rahat sürür. Gəldik, çıxdıq məşhur göyərçinə. Buranı hər kəs tanıyır yəqin ki, məşhur göyərçin. Burada da genişlikdir, maşın zad. Burada ucuz olur maşınlar. Həqiqətən. Düzəgildə o yandadır. Deməli, doludur da. Burada hər yerdə uşaq üçün əyləncə yerləri var. Getdik. Biraz da sən danış da. Sonra mənə deyirlər ki, izləyicilər deyir ki, çox danışır falan. Çünki Firuzə az danışır. Deyin ki, Firuzə niyə az danışırsan? Kənan çox danışırsan. Dənə elə oldu da sən danışmısan. Bundan qabaq xavaqsan. Bundan qabaq bəli, mən danışmamışam. Amma danışacağam bundan sonra. Xeyir Daha ola. da çox rəylər gəlir elə qoy. Bəli, danışsın. danışacağam. Yoxsa belə rəy yazmırsınız bizə. Mən deyirəm bir dənə deyəndə ki, rəy yazın, heç kim yazmır. Ancaq mən çox danışan kimi yazırsınız. Deməli, nə etməyə lazımdır? Çox danışmaq lazımdır. Zarafat edirəm təbii ki, Allah hər birinizdən razı olsun. Çox sağ olun, dəyər verirsiniz, izləyirsiniz. Hər birinizin sözünü də səmimi qəbul edirəm. Mənim təbiətim elədir, yəqin biraz çox danışıram. Ha, burada da bax belə yer var. Öz süd. Buradan bizə şey verilmiş də. Bura vaxt bitdi də. Bura işləmir deyəsən, bura bağlıdır. Bu işin Bax, burada da var belə bir şey. Burada da çarpışan arabalar var qabaqda. Hüseynin dili ilə deyirəm. Burada belə bir şey var, ailəlic oturub sürə bilərsin. Tullanmağı şeylər var ya burada, ona bax. Bulvardakından. Hə? Neçədir ki o? 20 gətir. Qəpik yoxdur axı. Yəni Adam da mən yox. də var edə bilərəm vaxtım. Deyə ala. İndi o birisi də istəyəcək. Səhətinə bax, o birisinin yüzü söndü. Deyir mənə də ver. Fırlat, fırlat. Düz fırlatmadın deyəsən, düz fırlatmadın. Deyəm. gəldi. Gəldi? Su. 5 dəqiqəsi 50 qəpiyə, qaç 50. Deməli, xanımlar, onu da qeyd edeyim ki, bu Əbəlfəzin, yəni qolu sınmamışdan öncə çəkilən vloqdur. Sadəcə paylaşmağı unutmuşdum sizdən. O qədər həyecanlıydım ki, sizinlə yəni paylaşmağı istəyirdim ki, Əbəlfəzin qolunun sınmağını. Ona görə də tez onu paylaşmışdım, bunu saxlamışdım, amma istəmədim ki, qalereyada qalsın. Dedim, bunu da sizlərlə paylaşım ki, bunu da görəsiniz. Gözəl bir gün keçirtmişdik, yəni Sumqayıtda. Biz çox bilirsiniz ki, orada gedirik yeməyə də, içməyə də, sonra alış-verişə də. Daha sonra nə bilim gəzməyə də ora gedirik, kaçellərə, parklara, yəni çox sevirik Sumqayıtı həqiqətən. Allahım nəsib eləsin inşallah bir gün oradan da ev almağı çox istəyirəm həqiqətən. Allah bütün arzusunda olanlara ümumiyyətlə ev nəsib eləsin inşallah. Uşaqların da səsi gəlirsə üzürü hesab eləyin, evdə oynaşırlar deyə, qonaqlarımız var deyə. Onların səsləri gələ bilər. Çox-çox üzr istəyirəm. Belə, bizi bura qədər də izlədiyiniz üçün Allah hər birinizdən razı olsun. Allah hər birinizin ruzu və bərəkətini bol eləsin. İnşallah bir sonraki vloqumuzda görüşərik. Allah'a əmanət olun.